Salam uşaqlar, daha bir məsələnin izahına baxaq. Deməli, bu part 6-dır. 38-ci sualdır. Deməli, üçüncü birləşmənin formulu x3, y2 qeyd olunub. İkinci birləşmə x, y bilmirik, a, y, b. Birinci birləşmə isə yenə x, a, y, b olduğunu qeyd edirik. Deməli, üçüncü birləşmədə x3, y isə üçüncü birləşmədə 21 qram x var. Y-imiz nə qədərdir? 8 qram isə y var. Üçüncü birləşməyə baxın. 21, 8. 3 dənə x-imiz 21 qramdırsa, bir dənə x-imiz 7 qramdır. 2 dənə y-imiz 8 qramdırsa, bir dənə y-imiz də 4 qramdır. İkinci birləşməyə baxaq. İkinci birləşmədə 14 qram verilib bizə x-imiz. X-imiz 14 qramdır. Y-imiz isə 8 qram olduğu qeyd olunub. Baxın, 8. Onda bir dənə x-imiz 7 qramdırsa, onda 14 qramımız neçədən eks eləyəcək? 2 dənə. Əgər bir dənə y-imiz 4 qramdırsa, 8 qramımız neçədən y eləyəcək? 2 dənə. Bu olacaq x, y. Sonra digərinə baxaq. Bir dənə x-imiz 7 qramdır. Üstə 7 qram. Bir dənə y-imiz nə qədərdir? 8. Bir dənə x-imiz 7 qramdırsa, elə bu olacaq x1. Bir dənə y-imiz 4 qramdırsa, 8 qramımız neçədən eləyəcək? 2. Olacaq x, y, 2. X, y ilə ikincidə x, y, digərində x, y, 2 cavab olacaq B variantı.